Bugün sizlərə sobada hazır olan çox dadlı bir balıq resepti bölüşmək istəyirəm. Balığın üzərini və içərisini yaxşıca kağız dəsmal vasitəsilə qurulayırıq ki, su qalmasın. Bir qab götürürük. Qabın içərisinə 1 yemək qaşığı qatıq, 1 yemək qaşığı mayonez, 1 yemək qaşığı tomat və üzərinə göz qərarı nar turşusu və duru yağ əlavə eləyib yaxşıca qarışdırırıq. Yaxşıca qarışdırdıqdan sonra qarışımın üzərinə duz, sarkök və istiot əlavə edirik. Bu tamamilə qeyd edeyim ki, zövqünüzə görədir. Əgər sevirsinizsə kəkliyotu da əlavə edə bilərsiniz, kimyon da əlavə edə bilərsiniz, paprika da əlavə edə bilərsiniz. Mən sadəcə duzdan, sarkökdən və istiotdan istifadə etmişəm. Sonra soba listini götürürsüz, içərisinə yağlı kağız yerləşdirib balığı içərisinə qoyursunuz və başlayırsınız düzəltdiyiniz qarışımı balığın üzərinə və içərisinə yedizdirməyə. Qeyd edeyim ki, qızlar, balığın üzərinə hər iki tərəfdən cızıq atmaq yadınızdan çıxmasın, çünki balığın içərisi daha yaxşı bişir. Mən kartof və soğanla servis edirəm, yəni ikisini birlikdə bişirirəm. Siz istəsəniz içərisinə biber də qata bilərsiniz, istəsəniz pomidor da qata bilərsiniz. Yəni bu tamamilə zövqünüzə görədir. Və gördüyünüz kimi artıq balığım hazırdır. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Hər kəsə nuş olsun.